Okay, greetings from India, Hindistandan hər a birinizi nation which has salamlayıram. 1.47 billion people. 1.47 milyard We have əhalisi few olan people Hindistandan come from və bir neçəmiz India, so could you please Hindistandan stand all gəlmişik those bu who came konfransa. from Hindistandan if you came gəlmişsinizsə yesterday, lütfən so could ayağa you please stand, qalxardınız. so Bəzilərimiz just bugün wanted to gəlib know that. Thank Amerikaya lütfən qalxardınız. Çox sağ olun. It's a great privilege to be Böyük here in this şərəfdir place, burada and olmaq. we are so blessed. Böyük xeyir-dua almışıq. And we also have a Pastor Rajan Eləcə from də Pastor Kathmandu, Rajan Nepal here. Nepaldan, And, Katmandudan buradadır. so privileged. This Böyük şərəfdir bizim üçün. fellowship here, Bu ünsiyyətdə olmaq. and we have a oneness, Burada bizim birliyimiz var. and this is beautiful. Bu gözəldir. I just wanted to talk from 2 Chronicles chapter 20. İkinci Salnamələr This is a story 20-ci about fəsli a king lütfən called açardınız. King Jehoshaphat. Cehosafat padşah haqqındadır bu hekayə. Lord, we pray, Ya speak Rəbb, to our hearts, xahiş edirik, dua and, edirik ki, ürəklərimizə danışasan help us to see you. və kömək elə bizə ki, biz Like səni those görə Greeks bilək. said to the disciples, Necə we ki, o want to see Yunanlar, Jesus. o şagirdlər Lord, we so İsanı thankful to görmək ministering to us. üçün Help us, Lord. gəlmişlər. Biz də buradayıq, ya Rəbb, səni In görmək Jesus' name istəyirik, we səni pray. eşitmək istəyirik. İsanın Amen. adı ilə dua edirik. Amin. I came into this ministry Mən bu in the year xidmətə 2000. 2000-ci ildə gəlmişəm. I'm so Greater grateful Grace to xidmətinə və çox minnətdaram. Pastor Jomi, Pastor especially Jomiyə, Mary, xüsusilə də onun yoldaşı because of Mary'yə. her I came to this Çünki onun sayəsində ministry mən bu xidmətə gəldim. in the Mumbai Greater Grace Mumbai Fellowship. Greater Grace ünsiyyətinə qoşuldum. When I came there, I just İlk realized gələndə something, başa like I was düşdüm hearing the ki, mən message. There was eşidirəm. something was Mən mesajı eşidirəm, was connecting. kəlamı eşidirəm və nəsə məni daxilən It's like Job əlaqələndirdi. says that Job Necə chapter ki, 12 Eyüp verse 12-ci 11. fəsildir, 12-ci fəsil 11-ci As bənddə our deyilir. mouth Deyir ki, bizim ağzımız knows the taste of the food. yeməyin dadını bildiyi kimi, Yesterday in the night we were dünən looking axşam which biz food court has the bu spicy yemək food. çadırlarında axtarırdıq ki, hansı yemək daha ədviyyatlıdır, Hindistan we got yeməyinə one. oxşardır ki, yeyək və tapdıq birini. Like we are our like mouth is like a nose. Ağzımız Is it bu dadları a bilir. sweet, Nə sour, şirindir, nə spicy. turşdur, nə ədviyyatlıdır. But then Amma what sonra about our ear? qulaqlarımız necə Test bəs? the word. He Qulaqlarımız says that in Job chapter 12, nə 11, eşidir? and then Eyüp repeated in Job chapter 34, 12, verse 3. 11 və sonra 30-cu bənd, Learn to 30-cu fəsil make 3-cü bənddə hearing deyilir the ki, word Tanrının sözünü eşitməyə through the öyrənin. scriptures, through the Müqəddəs men yazılar of vasitəsilə, God, Tanrının kişiləri vasitəsilə and ki, hearing the word, qulaqlarımız testing, eşitsin, like just able datsın to, Tanrının wow, this is sözünü, from God. eşitdiklərimiz sözü ki, eşitdiyimiz And that's söz what happened Tanrıdandırmı? Və bu baş And in the verir. story we see that in 2 İkinci Chronicles Salnamələr chapter 20, 20-ci fəsildəki hekayədə də bunu the görürük. king Jehoshaphat hearing a news Burada saying Yehoşafat that padşah xəbər eşidir. multitudes are coming. O verse eşidir 2. ki, Multitudes are coming İzdihamlar gəlir. against you, Sənə qarşı against us. izdiham gəlir. multitudes. Bizə qarşı izdiham He's qalxır. hearing that word. O bu sözü eşidir. And I love that the response of Və xoşuma gəlir necə the king Jehoshaphat padşah did. cavab verir burada. And he did a very like an amazing Elə thing. tamiz iş görür Yehoşafat. Yesterday Pastor Charlie was saying Dünən that pastor şair we deyirdi, need to learn ki how biz to talk to God. Tanrıya necə danışmağı öyrənməliyik. Kind of an imagination Bir of like a təsəvvürümüzdə, faith, iman in our təsəvvürümüzdə biz to God. danışırıq Tanrıya. not kind of a religious stuff. Dini Look, God danışıq bless yox this, ki, bless şükür this. Tanrıya, ya Rəbbinə xeyir And dua here və the səlam. Jehoshaphat, Yox. this Və prayer is burada very padşah powerful. Yehoşafatın I really loved duası it. çox I just want güclüdür. to say Xoşuma that gəlir. verse 6 of 2 Chronicles İkinci chapter 20. It Salnamələr says 20-ci that, fəsildə are you not God? deyilir ki, 6-cı bənddə, ya Rəbb, atalarımızın God, Allahı, did you change göylərdə the olan location? Allah sən deyilsənmi? Yəni, lokasiyanın konumunu Did dəyişdinmi? you, Ay did Tanrı, you left, olduğun abandoned? yeri Are getdinmi you not God in göylərdən? heaven? Tərk etdinmi Are you not the göyləri? God Sən who rules over the səmaların kingdoms of this world? Allahı Like this is what deyilsənmi? is Bu dünyanın it's like it's padşahlarının not üzərində about, hökmranlıq of course, deyilsənmi? doubting it, but Təbii just ki, burada padşah like having a şübhələnmir, conversation amma Tanrı ilə söhbət edir bu cür. with God as an imagination. Tanrı ilə padşahın It's like söhbəti we baş can verir. see that in the Bible, Və Exodus chapter müqəddəs 32. kitabda, We see məsəl üçün, that what Çıxış kitabı happened. 32-ci Like fəsildə God said, görürük leave me, ki, Tanrı- Moses, leave me alone. I am Tanrı going Musaya to deyir ki, destroy this Musa məni people. burax, mən gedib You o know what xalqı Moses qıracağam. said? Və Musa bilirsiniz nə God, dedi? why Dedi, are ay you so Allah, angry? niyə görə belə hirslənmirsən? What the Egyptians will say? Və Misirlilər nə deyəcək belə halda?
They will say that like you Onlar don't have a power. deyəcəklər ki, sənin gücün Or they will say yoxdur that you brought these və ya people sən bu xalqı, from Egypt to İsrail kill them in the xalqını wilderness. Misirdən Like çıxartdın you və see that kind səhrada of a qırdın conversation. It's really və like Musa just Tanrıya to- bu cür söhbət edir. for me it's like a thought provoking. Mənim üçün bu düşünməyə vadar edən fikirdir. I seen that in our ministry, like in Xidmətimizdə də the bunu beginning. görürəm. I came in that Hələ time. There mən was təzə gələndə bu churches xidmətə, were just starting. kilsəmiz yeni başlayan Pastor vaxt Carl idi. Pastor Pastor Carl Carl had a Silva'nın map, India map. xəritəsi with, var idi these otağında. places. Və deyir ki, bu We yerlərə need biz churches, getməliyik, pray. kilsəmiz olmalıdır, dua edin. And like imagination, Yəni right? təsəvvürümüzü Seeing canlandırmağımız. church in these Bu places. yerlərdə hələ and kilsə taking a yoxdur, amma mission trip. kilsələri indidən görmək və ora And missiya we say səyahətlərini that God etmək. is so faithful. Və biz görürük, We have indi churches in görürük those ki, Tanrı places, sadiqdir. İndi o yerlərdə kilsələrimiz var. He and his wife, like Sue, like they Pastor went to Carl və onun yoldaşı Sue Kathmandu və by Davud faith. Katmanduya getdilər. And guess what İmanla. today? Və bugün bilirsiniz Katmanduda gözəl Like, I think this kilsəmiz is var. beautiful. Məncə bu That's gözəl what this mənzərədir. guy is, this Və Jehoshaphat bu is saying Yaşafat that. padşah da Are you deyir not Tanrıya ki, God sən məyər in heaven? göylərdə olan Allah Are you deyilsənmi? not God who Məyər rules over sən the kingdoms? Are you not millətlərin, the bütün God who millətlərin brought paşalıqları us out üzərində of hakim Egypt? olan sən deyilsənmi? Remember, Lord, Qüdrətlə your qüvvət promises. sənin əlindədir və It's like a Jabez sən prayer. Remember how Misirdən many xalqını çıxardan Jabez deyilsənmi? in the Bible? Və Yabesin I think duası First yadınızdadır. Chronicles chapter 4. Məncə 1-ci Salnamələr 4-cü It says that fəsildədir. Jabez was a Jabez pain to his Deyilir ki, mother or what, like his family. öz But he said something, God, duasında Allaha müraciət edir bless me. və deyir mənə xeyir dua Right in a ver way, he's saying, God, enlarge, və Lord, my mənim territory. ərazimi genişləndir. Enlarge, Padşah Lord, dedi. Yabezin My duası territories. mənim ərazimi And it says genişləndir. like it's more to say, but in the Orada scripture says that Müqəddəs yazı God deyir heard. ki, Tanrı He Yabezin was duasını blessed. He eşitdi was more və honorable ona xeyir dua verdi, ona in ehtiram that- göstərdi. in his life. Öz həyatında And in this, like as we progress in İndi də this biz story, the bu people hekayəni gathered oxuduqca with görürük ki, Jehoshaphat. adamlar He is a yığışdı king, Yaşafatın ətrafına. powerful O isə king. güclü bir padşahdır. Like he Yaşafat. ruled in this kingdom O almost 25 years. You have Padşahlığını experience. 20 ildən çoxdur idarə eləyir, onun You are təcrübəsi a, var. like a middle-aged man, O maybe. orta yaşlı bəlkə adamdır But, bu but hekayədə. what did he say in Amma nə this deyir story bu verse hekayədə? 12 12-ci bəndə of baxaq. the second Chronicles? 2-ci Salnamələr 20, God, will you 12-də not deyir, judge ey them? We have Allahımız, no power onlara hökm etməyəcəksənmi? powerless. Çünki üzərimizə like gələn to bu böyük admit qoşuna qarşı by gücümüz the yoxdur. king to Yəni say zəifik. that I don't have any Padşah power. etiraf edir. Allaha deyir ki, gücümüz That's yoxdur beautiful. və bu gözəl etirafdır. And Paul says in Paul 1 da Corinthians 1-ci chapter 2, Korinflərə 2-ci who are we? fəsildə deyir ki, biz kimik axı? Like who is Paul? Who is Paul Apollos? kimdir? Like Apollos we, kimdir? I planted, Apollos Yəni watered, mən but God. səpdim, kimsə God. əkdi, amma gives Tanrıdır growth. inkişaf verən, yetişdirən. I think this is beautiful, isn't Və it? bu gözəldir. Like how Elə can deyil? we grow Yəni like biz in necə this? böyüyə Like bilərik? this is a beautiful situation. Bu It's a kind of Belə a bir dark vəziyyətdə, situation qaranlıq bir in this vəziyyətə oxşayır. Jehoshaphat Yaşafatın and this düşdüyü whole vəziyyət və nation. onun xalqı, padşahlığı bu vəziyyətə It's düşüb. bringing like Amma having an imaginative onun like a conversation with God. Təsəvvürdə Tanrı ilə söhbətini How can a farmer canlandırır. grows Bir, ay Allah, the seed? necə fermer toxumu Like if you take the seed, and əkir put it on the table, və it will not inkişaf grow. etdirir. Əgər toxumu Take stolun the üstünə seed and put qoysan, it in a o glass böyüməyəcək. container, it will Və not ya grow. bir stəkana qoysan toxumu, The o only thing you böyüməyəcək. can do Yeganə for görə the growth biləcəyin is just işin to make a favorable condition. ki, toxuma For şərait that grain. yaratmalısan ki, o Cultivate böyüsün. the land, yəni put the torpaq seed olmalıdır, münbit and torpaq put olmalıdır the water. və sonra toxumu ora əkirsən Then və the rest, sulayırsan. the natural forces of Qalanığı the earth isə, will qalanı take isə over. artıq təbii The qüvvədir, light, the heat, ki, and orada the night, and the işıqdır, cold. They will istidir, take over and the şirədir. grains. Hər nədirsə it- bu toxuma plant təsir comes out. göstərir və I toxumundan think çiçək this is çıxır. exactly Məncə like how can I bizim make də myself həyatımızda grow? buna bənzər düşünə bilərik. Mən özümü necə böyüdə Like bilərəm? I put myself right in that place Bax, of God. I Tanrının need you. yerinə özümü qoysam Yes. və deyəcəm, ya I Rəbb, need you. I sənə just want to möhtacam. like to be Sən mənə lazımsan. in your Mən desire, in your istəyirəm sənin plan. arzunda, planında olum. Someone said that grace Kimsə is demişdi free, but ki, it's not lütf cheap. Grace is costly. Pulsuzdur, In a way, amma you can't ucuz earn deyil it. və lütfü You can't earn pulla qazana You can bilməzsən. earn a Əməyinlə qazana medal or bilməzsən. a certificate, Ona maybe sertifikatı, some position, you ya can earn it, but mövqevi, you can't. pulu verə bilmərsən ki, Earn lütf sənə grace. verilsin. Yox, lütf It's free. It's a gift. pulsuzdur, bu hədiyyədir. Amma Thank God ucuz for deyil. that. Və şükür olsun Tanrıya lütfüne görə. So then what happened? This is what happened. Və Verse hekayədə 14. görün nə baş verir. The 14-cü Spirit of bənd. the Lord came upon Deyir ki, Gehazi. Tanrının God speaks. ruhu gəldi
Pastor Mike Plunkett. Bu adamların he said, üzərinə və Pastor Mike that Plunkett verse, çox gözəl God dedi spoke in the time ki, past. Tanrı keçmişdə danışıb, by the prophets in peyğəmbərlər various vasitəsilə, ways, fərqli right? yollarla qədim So zamanlarda we danışıb. know that this is an Old Testament Biz bilirik ki, bu dispensation, like God is əhd-ətik speaking zamanı to the olub prophets. və onun dispensasiyası But, var, like, as we Tanrı can say peyğəmbərlər that God vasitəsilə danışır. speak Amma biz də o to kontekstdə deyə bilərik, through Tanrı his danışır, messenger. God is öz speaking elçiləri through the word. vasitəsilə, öz sözü vasitəsilə This Tanrı is danışır. beautiful. And Bu lastly, gözəldir və this is the, son olaraq I just want to conclude. Verse 17, it 17-ci says bənddə that burada position deyilir yourself. Battle is the Lord's. ki, bu səfərdə You döyüşmək need to sizə go lazım tomorrow. olmayacaq. Like Ey receiving Yahudalılar, instruction from God. ey Yerusəlimlilər, Like how can we do this work, isn't it? Like we deyir, have a lot of- sizinlə like bərabər we olan we Rəbbin everywhere, I xilasını think, as görün. Christianity, like our faith Və burada have challenges. imanımız Whether in our country or here, imanımıza there are çağırış different atılır. challenges İstər you Amerikada, face. istər öz ölkəmizdə Because that's fərqli the nature of mərhələlərimizdə our call. çağırış It is atılır. against Və bu da bizim Allahdan olan this- dəvətimizin təbiətidir. the world. Biz bu dünyada But yaşayırıq. like the Dünya bizə öz ordusuyla culture, sanki whatever. hücum edir. İstər That's why, mədəniyyət like, I ya think başqa Pastor məqamlar. Charles said about that. Və keçən səfər Pastor About Charles the dedi Greeks had something ki, to see. Yunanlar nəyisə görmək istəyirdilər They Həvari had Pavlova the gələndə. theaters, they had the Onların statues, and they had heykəlləri var different idi, things. onların məbədləri But var then idi, the ilahələri var Jewish- idi. Jews Amma sonra had Yahudilərin only, right? isə Like, they had the word. sözü var idi. Hearing Gözə the word. görünməyən söz var idi ki, onu They eşitmək could test the lazımdır. word. Yunanlar vizual I think şeylərin that's dalınca beautiful. I just gedirdi, want to think amma about that. Yahudilərə isə Tanrı öz sözünü God vermişdi speaks. və Tanrı danışır. God speaks. Tanrı danışır. How can the land, our country is filled with it's a religious country. Like, Və you can see that dindar where people, ölkələri düşünə bilərik. gods. Oradakı insanlar Allah But how deyir. can we penetrate Amma in these places? Necə biz o yerdə diri Tanrının It's, səsini it's səsləndirə bad bilərik. as Lord's, but we position ourselves. Və orada deyilir ki, I think it's Pastor mübarizə, Marty shared about the, döyüş there's a lot of böyükdür. body life. Amma biz özümüzü yerləşdirməliyik o yerə, Right? hardakı There's no Rəbb stress, savaşır. but Biz instead özümüzü there is stres a altına salmırıq. adventure we can. Amma biz Tanrıda öz Go. yerimizi tuturuq. We go and we see. Və orada By 7-ci faith. bənddə Rəbb onlara deyir ki, qorxmayın And və you know ruhdan the düşməyin. story, Sabah onların in the end qarşısına we see that gedin və Rəbb sizinlə There's a olacaq. great victory. Və bu hekayənin sonunda görürük The Tanrıdan valley, heyrətamiz the battle zəfəri which var. they were going to Onların face, üzləşməli olan dreadful. döyüş King Jehoshaphat qorxuluydu. feared. Yaşafat qorxu But that içindədir. valley became a Amma blessing. o vadi, It's o called the valley döyüş of Barakah. sahəsi xeyirdualı sahəyə Isn't it amazing çevrilir. that? Baraka, Like it's bərəkət coming to God. torpağına çevrilir. Yəni Are you not God? Tanrıya müraciət etdiyimizə To- görə ki, ya What Rəbb, happens? sən göylərdə God olan Rəbb blessed deyilsənmi? them in that valley of Barakah. Kömək elə bizə və Tanrı da onlara bərəkət It's torpağında amazing that xeyir-dua we may verdi. go through like a Ola bilər ki, situations, bizim dark həyatımızda o vəziyyətlər, situations, but ağır we vəziyyətlər really ola know bilər. that's like a seed is Amma growing bilirik ki, əkilən under toxum cüərir, the soil, torpaq altında yetişir but it's growing and it brings və that bu fruit. toxumdan sonra Amen. bəhrə gələcək. Thank Amin. you. Amin. Çox sağ olun.